Burası Tehran, yaşasın Azərbaycan. Azad Şuşamızın bugün günüdür. Vətən bağı al əlvandır, var içində xarı bülbül. Vətən bağı qələbə qoxur, Şuşanın dağları vətən oğullarını salamlayır. 8 may 1992-ci il yox, məhz 8 noyabr 2020-ci il Azərbaycan ürəyinə qovuşdu. Artıq biz Şuşanın dərdindən hər il ürəyimizdə yıxılmayacağıq, ağlamayacağıq. Azərbaycan Şuşasına qovuşdu. Yaşasın Azerbaycan!